Herkese salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən çox asan hazırlanan və çox ləzzətli, dadlı alınan qıvırcıq tortunun hazırlamasını bölüşürəm. Videoya başlamadan öncə hələ də kanalıma abunə deyilsinizsə, abunə olub videonu bəyənməyi unutmayın. Keçək tortun hazırlanmasına. 5 yumurtanı ağını sarısından ayırıram. Ağının üzərinə 1 çimdik duz əlavə edib mikserlə biraz qarışdırıram. Ardından stəkanın başından 1 yemək qaşığı az, yəni 175 qram şəkər tozunu hissə-hissə əlavə edərək yumurta ağları tam ağarıb, həcmi də artıb, qabdan axmayana qədər qarışdırıram. Qeyd edim ki, stəkan ölçüsü 200 ml-dir. İndi isə 5 yumurtanın sarısını bir-bir əlavə edib qarışdırıram və bir bağlamada vanilin əlavə edirəm. Yumurta sarılarını əlavə etdikdən sonra mikserin çubuqlarını çıxardıram. Ələyə 1 stəkan dolu un əlavə edirəm. Sonra isə 1 yemək qaşığı da yenidən əlavə edəcəm. Yəni 150 qram un əlavə edirəm. Ələkdən ələyərək hissə-hissə unu da əlavə edib mikserin çubuqları ilə bir istiqamətə doğru yaxşıca qarışdırıram. Onu da qeyd edim ki, bu reseptdə qabartma tozundan istifadə etmirəm. Qabartma tozu istifadə etməyəndə biskvitlər çox gözəl dadlı alınır. Və əgər bütün qaydalara düzgün riayət olunsa, biskvit çox gözəl də qabarır. Xəmirimiz artıq hazırdır. Gördüyünüz kimi bu qatılıqda olmalıdır. İndi isə formanı hazırlayıram. Qeyd edim ki, formanın diametri 24 sm-dir. Formanın altı açıq olduğu üçün, bişərkən axmaması üçün xəmirin alüminium fayqa ilə altından bükürəm. İçərisindən isə yağlı kağız yerləşdirirəm və xəmiri formanın içərisinə əlavə etdikdən sonra yaxşıca düzləşdirirəm qıraqlarını və əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada bişirirəm. Biskvitimiz artıq bişdi, hazırdır. İndi isə ikinci biskviti bişirəcəyim üçün formadan çıxardıram və qoyuram bu vəziyyətdə soyumağa. Keçirəm ikinci biskviti hazırlamağa, yəni kakaolu biskviti hazırlayıram. Kakaolu biskviti də eyni qayda ilə 5 yumurta ilə hazırlayıram. Sadəcə olaraq sonda un əlavə etdikdə 1 stəkan un əlavə edirəm. 1 yemək qaşığı unu isə əlavə etmirəm. Əvəzinə 1 yemək qaşığı kakao əlavə edirəm. Siz əgər kakaonuz tünd olmasa 2 yemək qaşığı əlavə etmək istəsəniz, o zaman undan 2 yemək qaşığı götürməli olacaqsınız. Unla kakaonu da əlavə edib ələkdən az-az ələyərək xəmirə əlavə edirəm. Xəmir hazırdır. Hazır olan xəmiri yenidən 24 sm diametrli formanın içərisinə yerləşdirirəm və yenə də əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada bişirməyə aparıram. Və keçirəm kremi hazırlamağa.
Krem üçün otaq temperaturunda yumşalmış 250 qram kərə yağını ağarana qədər mikserlə yaxşıca qarışdırıram. Ardından üzərinə bir qutu qatlaşdırılmış süd əlavə edib mikserlə qarışdırmağa davam edirəm. Kremimiz artıq hazırdır. Kremi kənara qoyub keçirəm biskvitləri bölməyə. Mən hər biskviti 2 hissəyə böldüm. Qeyd edim ki, biskvitlərin hər ikisi çox gözəl alınıb. Burada biskvitin içərisində sizə göstərirəm necə gözəl alınıb. İndi isə əlimlə bıçaq yardımıyla ovub içərisindən biraz çıxardıram ki, üzərini sonra bəzəmək üçün. Eyni qayda ilə ikinci biskviti də kəsirəm. Bu biskvitin də içərisini ovuntu üçün çıxardıram. İndi isə keçirəm tortu yığmağa. Sadə biskviti öncə yerləşdirmişəm. Mən biskviti biraz nəmləndirirəm. Nəmləndirmək üçün istəsəniz südlə, istəsəniz su ilə nəmləndirə bilərsiniz. Nəmləndirdikdən sonra kremdən yaxşıca çəkib kremləyirəm və aralarına da qoz ləpəsi əlavə edirəm. Yenidən eyni qayda ilə biskviti nəmləndirirəm və kremləyirəm. Onu da qeyd edim ki, mən biskvitləri yerləşdirməmişdən əvvəl alt üzünə bişmiş, qatlaşdırılmış süd çəkirəm. Sıxma torbasına yerləşdirib qatlaşdırılmış südü bu cür biskvitlərin alt üzünə çəkirəm və yenidən eyni qayda ilə nəmləndirib, kremləyib, qoz ləpəsi ilə aralarına bəzəyirəm. Qoz ləpəsi də qatlaşdırılmış süd də çox gözəl dad verir torta. İstəməsəniz əlavə etməyə də bilərsiniz, amma əlavə etsəniz tortunuz çox gözəl dadlı bir tort alınacaq. Bu cür kremlədikdən sonra mən burada 4 hissəyə bölürəm tortu. Üzərindən cızıqlar çəkirəm. İstəsəniz 8 hissəyə də bölə bilərsiniz. İndi isə böldüyüm hissələri ayırdığım biskvitin ovuntusu ilə bəzəyirəm. Tortum artıq hazırdır. 4-5 saat soyuducuda gözlətdikdən sonra nuş etmək olar. Videom əgər xoşunuza gəldisə, kanala hələ abunə deyilsinizsə, abunə olub, videonu bəyənməyi, yaxınlarınızla paylaşmağı, bildirişləri aktiv etməyi unutmayın. Rəylərdə məni hardan izləyirsinizsə, biskvitlə, tortla bağlı nə sualınız olarsa yazıb soruşa bilərsiniz. Bu artıq səhərsi günüdür. İndi isə tortu kəsib içərisini də sizə göstərmək istəyirəm. Tort çox gözəl, yumuşaq, ağızda əriyən, çox dadlı bir ləzzətli tort alınıb. Siz də mütləq bu reseptlə hazırlayın, inanın ki, çox bəyənəcəksiniz. Bu tortun dadı bir başqadır. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Gələn videolarda görüşmək ümidi ilə.